Kəşfeti alt üst edən Mənasız kek bişirdik. mənasız deyil, hamı bəhbəhlə yeyir. Hətta xanımlar onu istədiyi, yəni öz yoldaşlarına və ya da nişanlılarına hazırlayıb aparırlar. Yəni onlar da bəhbəhlə yeyirlər və Amil münsiflər heyət. Deməli, baby keksimizi biz balaca qabda eləyəcəyik. Niyə? Çünki bəlkə bəyənmədik, bəlkə Amilin dediyi kimi mənasız oldu. Buna görə də əvvəlcədən keksimizin birazını əzib bura tökürük. Qara, bir tərəf ağ, bir tərəfi qara almışız. Hamısı qara olmalıydı. Nəysə. Sonra bu stəkanla, bu hər evdə olan həmin bu məşhur stəkanla belə əzirik. Əlinə əzməmişdin ki? Əlimlə parçalamışdım, kəs səsini. Növbəti mərhələ üçün sobanın yanına gedirik. Gələk də. 2 stəkan süd. Yarım stəkan şəkər tozu. 1 xörək qaşığı un. Yumurta sarısı. 1 yemək qaşığı qarğıdalı nişastası. Qarışdırırıq, sonra sobanı yandırıb biraz qatlaşmasını gözləyirik. Demək, Qatılaşdı. İndi isə soyumağını gözləyirik. Qaymaq əlavə edib mikserlə qarışdıracağıq. Deməli, qarışımı əlavə edirik bir qat. Hazırladığımız məhsulun üzərinə biraz saxlayırıq ki, şokolad əlavə edəcəyik. İndi isə Şokoladları tökürük. Çok iyi. İndi isə ərimiş şokolad. 2 saatlıq soyuducuya gedir. Deməli, Pişirdik. vəziyyəti belədir. Vəziyyəti yaxşıdır. İndi dadına baxırıq. İndi vəziyyət pisdir. Belə hamısını götür, bax altdakı qatı ilə bir yerdə. Bəs də. O bir də şey var, it belə gedir, itin başına düşür. Islaq kek. Qəşəngdir. Islaq kekdir. Bəyəndin? Pis deyil. Yenir. Yeni. Birazdan videonun bağlayanda göməcək.